Bir nəfər varmış, deyirmiş ki, mən İmam Zamanı istəyirəm. Bütün günü deyirmiş, ağa, mən səni görmək istəyirəm. Var da belə adamlar, yaxşıdır da adam istəyər. Yapışıb ki, mən səni görmək istəyirəm. Orada namaz qılır, burada dua eləyir, ora gedir, bura gedir. Axır neçə müddətdən sonra İmam Zaman yatır, görür ki, İmam Zaman zuhur eləyib. İmam buna deyir ki, gəl. Deyir, nə yaxşı, mən səni axtarırdım. İmam deyir, sənin evin var, o evin haram qarşı bu evə. Onun puluna sat evi, cəmaatın haqqını qaytar. Bu qalır belə. Ondan sonra deyir, malında filan qədər xums var, onu çıxart verir. Deyir, dedikcə imam, nauzubillah, əstəğfirullah, bu yuxudan büs necə ayılır? Qışqırır ki, oğru gəlib deyir, ayılır. İmam Zamanın timsalında oğru görür ki, onun malını əlindən alır, nəyin əlindən alır. Nəyin nəticəsidir? Özünü hesabat çəkmədən imam gözləmək. Özünü hesabat çək, özünü təmizlə imam gələcək. Dalıca qaçmaq da lazım deyil. Niyə deyirlər bizə vəsiyyət yazın? Vəsiyyət yazmaqdan heç kəs qorxmasın. Vəsiyyət yazanda adam ölmür. Əksinə deyirlər, ömür uzanır. Amma vəsiyyət niyə yazırsan? Vəsiyyət yazanda sən yadva salsan ki, mən son nəfəsimdə mənim üçün mühüm olanlar nə olacaq? İndidən onu zehnindən keçirdirsən. Vəsiyyət adamı təmizləyir, istəklərini tənzimləyir.